Salam uşaqlar. Sabit elektrik cərəyanı mövzusuna başlayırıq. Sabit elektrik cərəyanına başlamazdan öncə ilk öncə bilməliyik ki, elektrik cərəyanı özü nədir? Deməli, elektrik cərəyanı yüklü zərrəciklərin nizamlı hərəkətidir. Yüklü zərrəciyin nə olmağının önəmi yoxdur. Əsas odur ki, müəyyən bir yükə malik olsun. Yəni, elektron olsun, müsbət yüklü ion olsun, mənfi yüklü ion olsun. Bunların önəmi yoxdur. Əsas məsələ odur ki, hər hansı bir elektrik yükünə malik olan zərrəcik nizamlı hərəkət icra eləyirsə, yəni ümumiyyətlə hərəkət icra eləyirsə, bu artıq bizim üçün elektrik cərəyanı olacaq. İndi burada nizamlı sözü o qədər də tam dəqiq bir söz deyil. Onu araşdırasıyıq, araşdırana görəsiyik necə hərəkət eləyirlər. Deməli, elektrik cərəyanının mövcud olmağından ötürü, bir dövrədə elektrik cərəyanının yaranmasından ötürü müxtəlif şərtlər lazımdır. Bu şərtlər hansılardır? Birincisi, mütləq sərbəst yükdaşıyıcılar olmalıdır. Sərbəst yükdaşıyıcılar. Yəni, sərbəst yükdaşıyıcı nə deməkdir? Makroskopik məsafəyə, yəni böyük məsafəyə yerini dəyişə bilən bir zərrəciklər lazımdır ki, biz bu zərrəciklərə əsasən elektrik cərəyanını hər hansı bir mühitdə yarada bilək. Məsələn, metallar üçün indi misal göstərib deyəcəm. Sonra ikinci nə lazımdır? İkinci bizə lazımdır hər hansı mühit daxilində, indi biz verilən halda naqilə baxasıyıq. Naqilin daxilində elektrik sahəsi mövcud olsun. Elektrik sahəsi mütləq olmalıdır. Bu olmasa, yüklü zərrəciyi hərəkət elətdirən bir qüvvə meydana gələ bilməz. Mövcud olsun. Keçək görək, bəs üçüncü hansı şərt ödənməlidir? Üçüncü, mütləq bizdə dövrə qapalı olmalıdır. Dövrə qapalı olmalıdır. İndi bunların hamısını gəl indi araşdıraq görək, bunlar nə deməkdir? Baxın, mən bir dövrə göstərəcəm sizdən ötürü. Bax, bu dövrədə müəyyən bir dövrə yığmışam. Görürsünüz ki, burada bir batereyka dayanıb, yəni cərəyan mənbəyi dayanıb. Bax, burada metalların içində elektronları hamınız görürsünüz. Deməli, metalın içərisində sərbəst yüklü elektronlar mövcuddur. Hətta lampaların içərisindəki belə metal tellərin içində belə sərbəst elektronlar mövcuddur. Amma hal-hazırki vəziyyətdə görürsünüz ki, dövrədən cərəyan keçmir. Yəni, elektronlar hərəkət eləmir. Hərəkət ona görə eləmir ki, gördüyünüz kimi bütün hissələrdə açarlar bağlıdır. Məsələn, açıqdır. Məsələn, bu açarı bağladım. Bu açarı bağlayan kimi görürsünüz ki, yuxarı budaqdan cərəyan keçir. Yəni, yüklü zərrəciklər nizamlı hərəkət eləyir. Yüklü zərrəciklər bu elektronlar metalın içində hərəkət eləyir və elektronlar gəlib lampanın telinin içindən keçir və buna əsasən deyirsən ki, yüklü zərrəciklərin nizamlı hərəkəti sənin üçün elektrik cərəyanıdır. Və yaxud da digər, məsələn, bu budağı da bağladım. Artıq görürsən ki, aşağı budaqdan da, yəni hər iki budaqdan elektrik cərəyanı keçir. İndi biz bu dövrəni sonra ətraflı şəkildə araşdırasıyıq. Bu dəqiqə məqsədimiz ondan ibarətdir ki, bizdə elektrik cərəyanının mövcud olmasından ötürü hansı şərtlər ödənməlidir? İlk olaraq dedik ki, bizdə ödənməli olan şərtlərdən biri metalın içərisində sərbəst yükdaşıyıcıların olmasıdır və metalların içərisində onsuz da elektronlarımız mövcuddur. Bu elektronlar belə. Sonra biz dedik ki, burada bir elektrik sahəsi olmalıdır naqilin daxilində. Bu elektrik sahəsini yaradan batareyadır. Batareykanı bura qoymuşuq. Yəni, müsbət mənfi qütb. Bundan başqa mütləq lazımdır ki, dövrə qapalı olsun. Gördüyümüz kimi biz bu dövrəni bağlayan kimi dövrədən cərəyan keçir. Açan kimi cərəyan kəsilir. Belə. Deməli, bu 3 dənə şərti ətraflı şəkildə araşdırdıq. İndi keçirik növbəti məsələmizə. Növbəti məsələmiz görək nədir? Deməli, dövrədə cərəyanın yaranması üçün 3 şərti dedik. İndi mən bunu belə ümumi şəkildə də göstərəcəm. Vizual qaydada göstərdim. Bu bizim metalımız olsun. Metalın içərisində bilirik ki, müsbət yüklü ionlar var. Bu müsbət yüklü ionlarımız öz düyün nöqtələrində rəqsi hərəkət icra eləyirlər. Bundan qabaqki başlıqlarda bilirdik ki, müsbət yüklənmə üçün özümüzdən elektronu verməliydik. Deməli, elektronu veririksə, biz müsbət yüklənirik.
Deməli, metalın daxilindəki bu müsbət yüklü iyonlar, yəni kristal qəfəsin düyün nöqtələrində olan bu müsbət yüklü iyonlar özlərindən elektron vermiş iyonlardır. Və bunların itirdiyi elektronlar kristal qəfəsin daxilində nizamsız, xaotik, istilik hərəkət edirlər. Bax, bu içəridəki elektronlar qarma-qarışıq, xaotik, istilik hərəkət icra edirlər və bunların konsentrasiyası çox böyükdür, 10^26 tərtibində. Yəni, sayı həddən artıq çoxdur. Biz sadəcə bunu az göstəririk. Hamısını çəkmək onsuz da mümkün deyil. Belə, bu ilə ki, qurtardıq. İndi bəs bu elektronları hərəkətə gətirmək üçün nə olmalıdır? Bax, hərəkətə gətirmək üçün biz gətirməliyik bu tərəfi akkumulyatorun müsbət tərəfinə, bir tərəfini, digər tərəfi isə mənfiyə bağlamalıyıq. Bu zaman bizim xaotik, yəni əvvəl baxın, xaotik, qarma-qarışıq hərəkət edən elektronlarımız indi elektrik sahəsinin təsiri ilə müsbətə doğru cəzb olunaraq başlayır nizamlı hərəkət eləməyə. Bax, elektrik sahəsinin təsiri ilə yüklü zərrəciklərin nizamlı hərəkət eləməsi bizim üçün elektrik cərəyanıdır. Baxın, burada konkret nizamlı hərəkət yoxdur. Niyə? Çünki elektron sayı o qədər çoxdur ki, bu elektronlar bir-biri ilə toqquşurlar və kristal qəfəsin düyün nöqtələrindəki iyonlarla toqquşurlar. Və bu toqquşmalar nəticəsində elektronun hərəkət trayektoriyası daim dəyişir. Yəni, hərəkət trayektoriyasında kəskin dönmələr olur. Kəskin dönmələr. Ona görə də bu elektronların hərəkətinə nizamlı hərəkət yox, drift hərəkəti deyirlər. Yəni, realda bunun hərəkəti nizamlı hərəkət yox, drift hərəkətidir. Drift hərəkəti yəni kəskin dönüşlər olunan hərəkətlərdir. Sadəcə ən sadələşmiş versiyada biz götürürük ki, bizim elektronlarımız nizamlı hərəkət eləyir və dövrədə elektrik cərəyanı yaranmış olur. Metal üçün bu qaydadadır. İndi müxtəlif mühitlər üçün bu ayrı bölmənin mövzusudur. Hələ ki, sırf metaldan danışırıq. Elektrik cərəyanı bir mühitdən keçəndə onun müxtəlif təsirləri var. Yəni, elektrik cərəyanı hansı mühitdən keçirsə, müxtəlif təsirləri olur. Görək, bu elektrik cərəyanının təsirləri nələrdir? Elektrik cərəyanının təsirləri. Deməli, ilk təsirindən başlayaq. Birinci təsirimiz. Elektrik cərəyanının birinci təsiri istilik təsiridir. İstilik təsiri. Cərəyan keçən bütün mühitlərdə istilik təsiri bütün mühitlər deməyək, ifrat keçiricilər xaric, bütün mühitlərdə müşahidə olunur. İfrat keçiricilər xaric, buraya yazıram. İfrat keçirici xaric bütün mühitlərdə müşahidə olunur. Bütün mühitlərdə. Yaxşı, bu nə deməkdir və niyə cərəyan keçən məftil, məsələn, belə deyək də, məftil demək, naqil. Niyə cərəyan keçən naqil qızır, isinir? Buna baxırıq. Gördüyümüz kimi biz dedik ki, yüklü elektronlar, yəni yüklü zərrəciklər, verilən halda elektronlar hərəkəti zamanı kristal qəfəsin düyün nöqtələrindəki iyonlarla toqquşurlar. Və bu toqquşma nəticəsində bir yüklü zərrəcik gəlir, digərinə dəyir. Dəyəndə özünün kinetik enerjisinin bir qismini verir bu düyün nöqtəsindəki iyonlara. Və nəhayət, düyün nöqtəsindəki iyonların kinetik enerjisi artmış olur. Kinetik enerjisi artırsa, temperatur artmış olur. Deməli, artıq yekun olaraq bizim naqilimiz qızır. Naqilin qızmasının səbəbi toqquşmalardır. Yəni, elektronların düyün nöqtəsindəki müsbət yüklü iyonlarla toqquşmasıdır. Belə. İstilik təsirini praktik olaraq biz də müşahidə edə bilərik. Hər hansı bir işıq yanan bir lampa deyək. Lampaya əlimizi yaxınlaşdırsaq, biz əlimizdə istiliyi hiss eləyəsirik. Yəni, oradan da istilik təsirini hiss eləmək mümkündür. Bundan başqa istilik təsirinin digər praktiki tətbiqi aristonlardır. Məsələn, aristonda su qızdırıcılar, belə deyək. Və yaxud da tok çaydanları. Onların içərisindən spiraldan elektrik cərəyanı keçir və bunun nəticəsində başlayır qızmağa. Və onun istiliyindən müxtəlif istifadə sahələri var. Tok peçləri olsun, tok çaydanları olsun və ya aristonlar olsun. Orada istilik təsirindən istifadə olunur. Keçdik ikinci təsirimizə. Görək, ikinci təsirimiz nədir? İkinci təsirimiz kimyəvi təsirdir. Kimyəvi təsir. Bu, müxtəlif mühitlərdə elektrik cərəyanına aid bir şeydir. Yəni, bunun haqqında orada tam ətraflı şəkildə məlumat veriləcək.
Qısa şəkildə kimyəvi təsirin harda müşahidə olunduğunu deyirəm. Kimyəvi təsir yalnız elektrolitlərdə müşahidə olunur. Elektrolitlər. Elektrolitlər yəni maye mühiti. Maye mühitindən elektrik cərəyanı keçdikdə kimyəvi təsir müşahidə olunur. Yəni elektrodlar üzərində maddə ayrılması baş verir. Üzərində çox dayanmıram, çünki müxtəlif mühitlər mövzusunda ətraflı bu haqda danışılacaq. 3. Maqnit təsiri. Bu maqnit təsiri elektrik cərəyanının yeganə təsiridir ki, bu bütün mühitlərdə müşahidə olunur. Yəni buna mütləq diqqətli olmaq lazımdır ki, maqnit təsiri bütün mühitlərdə müşahidə olunur. Niyə? Çünki biz yenə maqnit mövzusunu keçəndə öyrənəsiyik ki, yüklü zərrəciklər hərəkət eləyəndə ətrafında maqnit sahəsi yaranır və biz elektrik cərəyanını da yüklü zərrəciklərin nizamlı hərəkətidir demişdik. Ona görə də hərəkət varsa, avtomatik yüklü zərrəciyin ətrafında maqnit sahəsi mövcud olacaq. Cərəyan keçən bütün naqillərin ətrafında maqnit sahəsi mövcuddur. Biz bunun istiqamətini də sağ əl qaydası və ya sol əl qaydası, amper qüvvəsi, B-nin istiqaməti, bunların hamısını növbəti bölmələrdə yavaş-yavaş öyrənəsiyik. Bəs burada bilməyimiz lazım olası vacib məqamlar nədir? İstilik təsiri ifrat keçirici xarici hər yerdə müşahidə olunur. Kimyəvi təsir yalnız elektrolitlərdə müşahidə olunur. Maqnit təsiri isə bütün mühitlərdə müşahidə olunur. Sizdən soruşacaq ki, elektrik cərəyanının hansı təsiridir ki, o bütün mühitlərdə müşahidə olunur. Deyəcəksən ki, maqnit təsiri. Keçdik növbəti məsələmizə. Biz artıq elektrik cərəyanının, sabit elektrik cərəyanı haqqında cərəyan şiddəti ilə davam edə bilərik. İlk olaraq onu deyim ki, ümumiyyətlə elektrik cərəyanımız iki cür olacaq. Sabit elektrik cərəyanı, bir də dəyişən elektrik cərəyanı. Hətta bura qeyd edeyim, dəyişən elektrik cərəyanı. Hələ ki biz dəyişən cərəyandan danışmırıq. Yəni bunu saxlayırıq. Biz bu ayrıca bir bölmədir. Bunu qoydum kənara. Biz sırf hələ ki sabit elektrik cərəyanından danışasıyıq. Sabit elektrik cərəyanının yaradıcısı da Edison olub. Düzdür, testlərdə o haqda heç bir məlumat verməyəcək. Sabit elektrik cərəyanı Edisonun adı ilə bağlıdır. Edison. Dəyişən elektrik cərəyanı isə Nikola Tesla'nın adı ilə bağlıdır. Belə. Yəni yaradıcısı, dəyişən cərəyan generatorunun yaradıcısı Nikola Tesla'dır. Yəni ilk yaradıcı olub. Keçdik növbəti məsələmizə. Növbəti məsələmiz cərəyan şiddətidir. Baxaq görək cərəyan şiddəti nə olan şeydir? Cərəyan şiddəti. Deməli, cərəyan şiddətini daxil eləmək niyə yaranıb? Biz naqilin en kəsiyindən müəyyən qədər elektrik yükü keçərkən, yəni hərəkət eləyərkən buna bir cərəyan dedik, elektrik cərəyanı dedik. İndi o naqilin en kəsiyindən yük çox da keçə bilər, az da keçə bilər. Bax, bu çox keçmə və az keçməyə əsasən cərəyan şiddətinin çox olduğu və ya az olduğu deyiləcək. Yəni, cərəyan şiddəti sırf naqilin miqdarını, naqildən keçən elektrik yükünün miqdarını xarakterizə edir. Çox keçirsə cərəyan şiddəti çoxdur, az keçirsə cərəyan şiddəti azdır. Cərəyan şiddəti işarə olunur i hərfi ilə. Bax, bu formada yazırsınız, üzərinə nöqtə qoymursunuz. Bunun üzərinə, yəni i-dir deyə üzərinə nöqtə qoymayacaqsınız. Oxunuşu i şəklindədir və skalyar bir kəmiyyətdir. Amma cərəyan şiddətinə müəyyən bir, yəni cərəyana müəyyən bir istiqamət deyəsiyik. Şərti qəbul olunmuş bir istiqamət deyəsiyik. Ümumi halda cərəyan şiddətimiz skalyardır. Keçdik bunun vahidinə. Vahidi. Deməli, cərəyan şiddətinin vahidi, i-nin vahidi 1 amperdir. Və bu amper beynəlxalq sistemdə əsas vahiddir. Amper. Bax, beynəlxalq sistemdə əsas vahiddir. Nə deməkdir? Bu o deməkdir ki, biz cərəyan şiddətini açmayasıyıq. Yəni, hər hansı bir əsas vahidlərin açılışı ola bilməz. Çünki özü əsas vahiddir. Sonra, gəlirik hesablanmasına. Görək, cərəyan şiddətini hansı düsturlarla hesablayasıyıq? Düstur. Cərəyan şiddətini hesablamaq üçün bir neçə dənə ifadə qabağımıza çıxa bilər. Birinci məsələmiz i bərabərdir. Düsturumuz Q bölünsün T-dir. Sonra növbəti düsturumuz Q-nin yerinə biz bundan qabaqki bölmələrdə keçmişik ki, n vurulsun y yaza bilərik. Ny bölünsün t.
Və bir ifadəmizdə var. I bərabərdir 7 düsturu deyə yadda saxlayırıq bunu. 7. S-Y-V-N. Bu sonuncu düsturun çıxarılışı müxtəlif mühitlərdə elektrik cərəyanı mövzusunda deyiləcək. Çıxarılışı orada olacaq. Ona görə indi ona vaxt ayırmıram. Bunlar belə. 7 düsturun içərisindəki S nədir? Y-V-N nədir? S naqilin ən kəsik sahəsidir. Ən kəsik sahəsi. Sonra burada bir Y var. Y elementar yükdür. Bunu bilirik. Elementar yük. Sonra bir dənə bizdə burada V var. V elektronun sürətidir. Elektronun metal daxilindəki sürəti. Elektronun sürəti. Sonra bizdə bir dənə də var N. Bu N isə elektronun metal daxilindəki konsentrasiyasıdır. Konsentrasiya. Dediyim kimi bu sonuncu düsturdan çox istifadə olunmur. Çıxarılışı da növbəti bölmələrdə deyiləcək. İndi baxırıq ki, cərəyan şiddəti Q-dən və naqilin ən kəsiyindən keçən elektrik yükünün sayından necə asılıdır? İ-mizin Q-dən asılılığı, sonra N-dən asılılığı, S-dən, sonra V-dən, N-dən. Görürsünüz ki, ümumiyyətlə tərs asıllıq yoxdur. Bütün hamısından, yəni bütün cəmiyyətlərdən düz mütənasib asıllığımız mövcuddur. Belə, indi burada səndən soruşa bilər ki, 1 saniyə ərzində naqilin ən kəsiyindən keçən yükün miqdarı nədir? Deyirsən, cərəyan şiddətidir. Bu qaydada, yəni düstura uyğun deyə bilərik. T-nin yerinə 1 qoyanda Q nəyə bərabər olur? I-yə bərabər olur. Sabit elektrik cərəyanından danışırıqsa biz, yəni cərəyan şiddəti zamana görə sabit qalırsa, onda belə çıxır ki, biz cərəyan şiddətinin zamandan asılılığını çəkməyəsiyik. Yəni paralel, T oxuna paralel bir xətt götürəsiyik. Deməli, sabit cərəyanda cərəyan şiddəti, yəni I, zamandan asılı deyil. Bunu da unutmuruq. Zamandan asılı deyil. Çünki elə şərtdə özü deyir ki, bu sabitdir. Sabitsə artıq biz bunu asılı götürə bilmərik. Ona görə i-nin t-dən asıllığına biz sabit deyib keçəsiyik. Gözəl. İndi davam edək növbəti məsələmizdən. Gəlin biz verilən düsturda i bərabər q böl t düsturundan elektrik yükünü təyin eləyək. Elektrik yükü. Elektrik yükünü tapıram. Q bərabərdir it olur. I vur t. Deməli, yükü it şəklində yadda saxlayasınız. Bu ilə də qutardıq. Yaxşı. İndi baxaq görək, bəs Q-nun T-dən asılılıq qrafiki necə olacaq? Deməli, i-miz sabit olan halda, gördüyünüz kimi i konstantlı sabit cərəyanda, Q-müzün T-dən asılılığı düz mütənasib olmuş olacaq. Bu formada düz mütənasib çəkmək olur. Baxaq görək ki, bəs bu bucağın tangensi bizə nə verəcək? Yazıram, tangens alfa bərabərdir. Gördüyünüz kimi qarşı tərəfdə Q durur, bitişik tərəfdə isə T durur. Q bölünsün T. Q böl T də bizə nə verirdi? Elə i-ni verirdi. Və digər tərəfdən biz bilirik ki, tangens alfa funksiyası artan funksiyadır. Artan funksiya. Yəni o deməkdir ki, bucağın artması ilə tangensin qiyməti artır. Buna əsasən biz nə edə bilərik? Biz QT qrafikində, grafikin üzərindəki nöqtələrdəki cərəyan şiddətlərini müqayisə edə bilərik. Məsələn, bir misal göstərək. Bu formada belə, burada da belə. Məsələn, bura 1 deyirəm, bura 2 deyirəm, bura 3, burada 4. Deyirəm ki, bu 4 dənə nöqtənin cərəyan şiddətlərini, i-lərini müqayisə edin. Bucaqlara baxsaq görürük ki, alfa 1 ilə alfa 2 eynidir, kiçikdirlər. Alfa 3 ilə alfa 4-dən. Onda sən deyirsən ki, i1 ilə i2 bərabərdir. Balacadırlar. i3 ilə də i4 bərabərdir. Vəssalam, bu da belə. Sonra, biz bilirik ki, əgər hasildəki kəmiyyət grafikə qoyulubsa, Q bərabər i vur t düsturundan i-nin t-dən asılı qrafiki varsa əgər, onda fiqurun sahəsi hər zaman bizə hasil nəyi verirsə onu verəcək. Belə çıxır ki, i-nin t-dən asılı qrafikində, cərəyan şiddətinin zamandan asılı qrafikində hər zaman fiqurun sahəsi bizə yükü verir.
göstərək, bir neçə misal göstərək. I-nin T-dən asıllıq qrafiki. Ola bilər ki, sabit cərəyan üçün bu belə sabit göstərilsin. Və ya ola bilər ki, cərəyan şiddəti fərqli göstərilsin. Məsələn, belə olsun. Və ya ola bilər trapesiya formasında olsun. Yəni, bütün müxtəlif tiplər bizim qabağımıza çıxacaq. Və bu göstərilən bütün hallarda bu fiqurların sahəsi bizim üçün elektrik yükünü verəcək. Bax, bunların hamısı, yazıram burada, sahə bərabərdir Q, yəni elektrik yükü. Bu ilə kim tutardıq? Yaxşı, bəs elektrik cərəyanının istiqaməti, yəni sabit elektrik cərəyanının istiqaməti necə olacaq? O istiqamət haqqında bir şeyi deyəcəm. Yəni, cərəyan istiqaməti haqqında ətraflı şəkil üzərində göstərəcəm. Ondan qabaq bir şeyi bildirək. Cərəyan həmişə, bax, elektrik cərəyanı potensialın azalması istiqamətində yönəlir. Potensialın azalması istiqamətində yönəlir. Yaxşı, bəs potensial nə idi? Potensial fi. Deməli, cərəyanın istiqaməti hər zaman bizdə fi-nin azaldığı istiqamətdə olacaq. Baxın, belə bir tutaq ki, belə bir dövrə verilib. Bu dövrədə, bu formada belə bir dövrəmiz var. Müəyyən bir nöqtələr qeyd olunub. Cərəyanın istiqaməti də bu qaydada göstərilib ki, cərəyan belə axır. Və burada müəyyən nöqtələr var. Məsələn, burada bir nöqtəsi var, burada 2 nöqtəsi var, burada 3 nöqtəsi var. Bunlar da deyək bizim üçün müəyyən rezistorlardır, rezistorlar. İndi rezistorun nə olduğundan ətraflı danışasıyıq. Cərəyan dedik ki, axdığı istiqamət həmişə potensialın azaldığı tərəfdir. Onda deyirsən ki, 1-in fisi daha çoxdur 2-dən, onun da fisi çoxdur 3-dən. Bax, bu formada biz potensialın azalması istiqamətində cərəyanı göstərə bilərik. Bu ilə kim tutardıq? Sonra, növbəti məsələmiz nədir? Fərqli test tipləri ola bilər. İndi testlər üzərində bunu göstərəcəm. Cərəyanın azalması istiqamətində fiillərə görə, cərəyanın istiqamətinin fiilinin azalmasına görə test üzərində müxtəlif tiplərinə baxacaq. İndi biz cərəyanın istiqaməti haqqında bir balaca danışaq. Elektrik cərəyanının istiqaməti. İlk olaraq onu deyim ki, bu şərti qəbul olunmuş bir şeydir. Yəni, real bir şey deyil, şərti qəbullanılıb. Bax, müsbətdən mənfiyə. Yəni, istiqamət müsbət qütbdən mənfiyə doğru götürüləcək. İndi çəkib göstərəcəm. Və ya elektronun hərəkətinin əksi. Deməli, elektrik cərəyanının istiqaməti hər zaman müsbətdən mənfiyə götürülür və ya elektronun hərəkətinin əksinə götürülür. Baxaq görək bu nə demək istəyir. Baxın, burada deməli, bayaqki hissəyə qayıdaq geriyə, bura. Baxın, burada mən məsələn bu açarı bağladım. Görürsünüz, elektronların hərəkət istiqamətini müşahidə edirsiniz ki, elektronlar saat əqrəbinin hərəkətinin əksinə gedir. İndi fikir verin, bu dəqiqə cərəyan istiqamətini indi görəsiyik. Bir saniyə. Bu tərəfə çəkim. Cərəyan istiqamətini gördük. Bax, bu elektronun hərəkət istiqamətidir. Elektron gedir saat əqrəbinin hərəkətinin əksinə. Amma cərəyan gedir saat əqrəb istiqamətində. Deməli, elektrik cərəyanının istiqaməti müsbətdən mənfiyədir. Yəni, müsbət qütbdən mənfi qütb axır və ya elektronların hərəkətinin əksinə götürülür. Bax, bunu qəti şəkildə unutmuruq. Belə. Bu ilə kim tutardıq? Davam edə bilərik artıq məsələmizlə. Keçdik bura. Aha. Burada da çəkib göstərəcəm mən. Ən sadə şəkildə belə çox qısa çəkim göstərim. Tutaq ki, bu bizim olsun belə cərəyan mənbəyimiz. İndi bu cərəyan mənbəyin şərt işarəsi haqqında danışasıyıq. Bizdə cərəyan mənbəyi uzun və qısa olmaqla 2 xətlə göstərilir.
uzun tərəf həmişə müsbət yüklənmiş hissə, yəni akkumulyatorun müsbət qütbü, qısa tərəf isə hər zaman mənfi qütbünü göstərir. Tutaq ki, metalın naqilin içərisində sərbəst elektronlarımız mövcuddur. Biz dövrəni bağlayan kimi mənfi elektronlar müsbətə doğru cəzb olunur və bu elektronlar başlayır bu formada nizamlı hərəkət eləməyə. Bayaq vizual olaraq da bunu gördünüz. Yəni bu şəkildə elektronlar hərəkət edir. Bu olur elektronun hərəkətinin istiqaməti. Cərəyanın istiqaməti isə bayaq dedim, müsbətdən mənfiyədir. Bax, bu artıq bizim cərəyanımızın istiqamətidir. Cərəyan müsbətdən mənfiyə axır. Yəni, müsbət qütbdən başlayacaqsınız, mənfi qütbdə cərəyanı bitirəcəksiniz. Bu da belə. Bu ilə ki, qurtardıq. Keçirik indi biz dövrə yığarkən müxtəlif elementlərdən istifadə edirik. Yəni, elementlər deyəndə nələr nəzərdə tutulur? Yəni, biz bateriykadan istifadə edə bilərik, lampadan istifadə edə bilərik, ampermetrdən, voltmetrdən, yəni onların hamısından biz istifadə eləyəsirik. Yaxşı, onların şərti işarələri nədir? Onlara yavaş-yavaş başlayaq. Deməli, dövrə hissəsinin elementləri. Bunu mütləq əzbər bilmək lazımdır. Mütləq dövrə hissəsinin elementləri. Aha. Başlayaq. İlk olaraq cərəyan mənbəyindən başlayırıq. 1. Cərəyan mənbəyi. Bunun digər adı qalvanik elementdir. Çünki ilk dəfə onu hazırlayan alimin şərəfi iləndir. Qalvaninin şərəfinə qalvanik element adlanır. Deməli, cərəyan mənbəyi. Cərəyan mənbəyini, baxın, bayaq qeyd elədim. Biri uzun, biri qısa olmaqla bu formada 2 dənə xəttdən ibarətdir. Deməli, uzun tərəf həmişə müsbət, qısa tərəf isə mənfi olur. Və bunu özü göstərmir, sən işarələməyi bacarmalısan. 2. Elementlər batareyası və ya akkumulyator. Elementlər batareyası və ya akkumulyator. Burada artıq bir neçə dənə cərəyan mənbəyi birləşir bu formada. Belə. Bu olur sənin ötürü batareya. Yenə də bu tərəf müsbət, bu tərəf isə mənfi olacaq. Keçdik növbəti məsələmizə 3. Üçüncü məsələmiz cərəyan mənbəyinin sıxaclarıdır. Sıxaclar. Sıxaclar bu şəkildə işarə olunur. Bura müsbət, bu tərəf isə mənfi. Bunu hamı görüb, akkumulyatorun üzərində, bu bizim akkumulyatorumuz olsun, 2 dənə belə çıxıntı olur. Biri müsbət hissə olur, biri də mənfi hissə. Və bu çıxıntıya biz naqili gətirib bağlayırıq, sıxırıq. Bu sıxaclarımız ondan ibarətdir. Sonra keçdik növbəti məsələmiz 4. Görək 4-cü məsələ nədir? Açar bizə lazım olacaq. Tez-tez istifadə edirik. Bayaqlarımda sizə sxemdə o açarı açıb bağladıqda cərəyan istiqamətini göstərirdim. Deməli, açarlarımız 2 formada ola bilər. Bu formada olduqda bu açıq açar anlamına gəlir. Amma bu formadadırsa belə. Bu olur bağlı açar. Bağlı açar. Bu ilə ki, qurtardıq. Keçdik 5 növbəti məsələmizə. Ən çox istifadə olunan cihazlardan biri də lampadır. Lampa, digər adı közəlmə lampası. Lampa belə yumru içərisində X şəklində göstəriləcək. Bu bizim oldu lampamız. Keçdik 6-cı məsələmizə. 6-cı məsələmiz bizim üçün ola bilər ampermetr. Ampermetr. Ampermetr bu formada içərisinə A yazılır, belə göstərilir. Ampermetr haqqında çox ətraflı şəkildə danışacağım. Hələ ki, sadəcə deyib keçirəm adını, ampermetrdən ətraflı danışılacaq. 7. 7 gəlir bizim üçün voltmetr. Voltmetr. Voltmetrin içərisinə V yazılır. Bunun da haqqında ətraflı danışılacaq. Sonra gəlir 8. Wattmetr. Wattmetr artıq bizim üçün gücü ölçəcək. Wattmetr. Wattmetr 4 dənə çıxışla bağlanır dövrəyə bu formada. İçərisinə W yazılır və gücü ölçür. Gücü ölçür. Yuxarıda ampermetr cərəyan şiddətini ölçür. Nəyi ölçür onu yazım? Cərəyan şiddətini ölçür, yəni i-ni.
i. Voltmetr isə gərginliyi ölçür. Gərginlik, yəni U-nu ölçür. Belə. Sonra keçək növbəti məsələmizə. 9. Bundan qabaqki bölmədə bunu keçmişik. Kondensator. Kondensator. Kondensator iki cür olurdu. Biri bu sabit tutumlu kondensator. Sabit tutumlu. Bir də var idi bizdə dəyişən tutumlu kondensator. Üzərindən ox gedirdi. Bu da dəyişən tutumlu kondensator olacaq. Sonra gəlirik ən çox istifadə olunan növbəti cihazımız rezistordur. Rezistor. Rezistor özü böyük müqavimətə malik olan bir naqildir. Böyük müqavimətli naqil. Müqavimətin özünün nə olduğundan danışacağıq. Və işarəsi bu formada R. Üzərinə R yazılır. Bura bir R yazılır. İçərisində belə ştrix olmur təbii ki. Mən ştrixlədim. Yəni içərisi belə tam qara da ola bilər və ya boş da ola bilər. Və ya bəzi ədəbiyyatlarda bu rezistor bu formada da olur. Bax belə. Bu formada da rezistor göstərilir. Buraya yazırıq R. Sonra keçdik. Rezistordan sonra növbəti cihazımız çox önəmli cihazlardan biridir. Bu reostatdır. Reostat. Yaxşı, reostat nə olan şeydir? Reostat müqaviməti dəyişə bilən naqildir. Müqaviməti dəyişə bilən naqil. Müqaviməti dəyişə bilən naqilin, yəni reostatın görünüşü belə olur. Rezistor formasında gəlir, başlanğıc hissə. Digər hissə üzərində bir sürgü var və bu sürgü sağa sola rahat hərəkət edə bilir. Və sürgünü sağa sola sürüşdürməklə bu reostatın müqavimətini dəyişmək mümkündür. Keçdik növbəti məsələmiz 12. Bu reostat, yəni müqavimətin dəyişməyi dövrədəki, bax buraya yazıram, cərəyan şiddətini tənzimləyir. Cərəyan şiddətini tənzimləyir. Növbəti məsələmiz gəlir bizdən ötürü potensiometr. Potensiometr. Yadımızdadırsa potensiallar fərqinin digər adı gərginlik idi. Potensiometrdə dövrədəki gərginliyi tənzimləyir. Gərginliyi tənzimləyir. Çox az istifadə olunur bu qurğudan. Demək olar ki, dim testlərində istifadə olunmur. Gərginliyi tənzimləyən qurğu da reostata oxşuyur. Sadəcə burada bir naqil artığı var. Deməli, birinci formada qurğumuz gəlir. Yuxarıda isə bir dənə sürgümüz var ki, gərginliyi tənzimləyə bilsin. Sonra elektrik zəngi ola bilər. Elektrik zəngi də qabağımıza çıxır. Buna aid hər hansı bir test olmur. Sadəcə şərt işarə verib seç deyə bilər. Yəni, hansı elektrik zəngidir? Elektrik zəngi. Elektrik zəngini göbələyə oxşar formada olur. Bunu seçmək rahatdır digər sxemlərdən. Bu formada elektrik zəngimiz olacaq. İndi baxaq görək bunlardan, yəni bayaqdan dediklərimizdən hansı qurğular önəmlidir. Bax, rezistor çox önəmlidir. Reostat önəmlidir. 2. Sonra başqa. Voltmetr önəmlidir. Ampermetr önəmlidir və s. Baxın, burada ən çox önəmli olan qurğular reostat, rezistor, voltmetr və ampermetrdir. Bunlar haqqında ətraflı danışılacaq. Hələ ki biz keçirik növbəti hissəmiz dövrə hissəsi üçün ohm qanunudur. Dövrə hissəsi üçün ohm qanunu deyəndən sonra mən voltmetri, ampermetri dövrəyə necə bağlamaq lazımdır, onlar haqqında ətraflı danışacağam. Keçdik dövrə hissəsi üçün ohm qanunu. Dövrə hissəsi üçün ohm qanunu. Bu ad Georg Ohmun şərəfinə ohm qanunu adlandırılıb. Elə müqavimətin vahidi də bir ohm qəbul olunacaq. Onun adı ilə bağlıdır. Gəlin indi başlayaq yavaş-yavaş bunu araşdırmağa. Dövrə hissəsi üçün ohm qanunun sözlü hissəsi belədir ki, naqildən keçən cərəyan şiddəti
Naqilin uclarındakı gərginliklə düz və bu naqilin müqaviməti ilə tərs mütənasib asılıdır. Yəni i bərabərdir u bölünsün r-dir. Və buna əsasən, bu düstura əsasən biz deyə bilərik ki, u-muz gərginlikdir. Gərginlik. Burada yeni kəmiyyətimiz r-dir. Biz də buna müqavimət deyəsirik. Müqavimət. Yaxşı, indi i-nin u-dan və i-nin r-dən asılılıq qrafiklərini çəkirik. Görürük ki, i-miz u-dan düz mütənasib asılıdır. Və i-mizin r-dən asılılığı da məxrəcdə deyə olacaq tərs mütənasib. Deməli, u-dan düz, r-dən isə tərs mütənasib asılılığı çəkirik. Bu belə, bu ilə ki qurtardıq. Bu oldu bizim cərəyan şiddətimizin asılılıqları. Yəni demək istəyir ki, naqilin uclarındakı gərginliyi artırdıqca cərəyan şiddəti artacaq. Naqilin metala göstərdiyi müqaviməti artırdıqca cərəyan şiddəti azalacaq. İndi gəlin buradan biz müqavimət haqqında ətraflı danışaq görək. Bu müqavimət nə olan şeydir? Müqavimət. Müqaviməti buradan tapıram. Olur r bərabərdir u bölünsün i. Düstura əsasən asıllıq görünsə də müqavimət nə u-dan, nə də i-dən asılı deyil. Asıllıq götürmürsünüz. Bu belə. Deməli, təkrar deyirəm, düstura əsasən asıllıq olsa da heç bir asıllıq götürməyəcəksiniz. İndi niyəsini deyəsiyik, niyə asılı götürmürsünüz deyə. Baxaq görək, ümumiyyətlə bu müqavimət deyilən şey nə olan şeydir? Bayaqlarım dedik ki, metalın içərisində düyün nöqtələrində müsbət yüklü ionlar var. Və bu müsbət yüklü ionlar öz elektronlarını itirmiş ionlardır. İtirilmiş elektronlar isə metalın daxilində sərbəst hərəkət edirlər. Və bu sərbəst hərəkət qarmaqarışıq xaotik hərəkətdir. Biz gətirib metalın uclarına potensiallar fərqi, yəni gərginlik verdikdə, başqa sözlə onu gətirib bir akkumulyatora bağladıqda, artıq başlayır o elektronlar nizamlı hərəkət eləməyə. İndi görək bu elektronlar nizamlı hərəkət eləyəndə nə hadisə baş verir? Deməli, hansı bölmədə deyək? MK-dən də bilirik, termodinamikadan da bilirik, cisimlərin istidən genişlənməsindən də bilirik ki, bütün cisimlər xaotik istilik hərəkət edir. Bütün cisimlər. Metalın düyün nöqtələrindəki müsbət yüklü ionlar da öz amplitudu ətrafında rəqsi hərəkət icra edirlər. Aşağıya və yuxarıya. Bu rəqsi hərəkət heç vaxt dayanmır. Yalnız dayanır mütləq sıfır temperaturunda, ona da çatmaq mümkün deyil. Yəni, bir molekul heç vaxt rəqs hərəkətini dayandıra bilməz. İndi bu proton nə idi? Müsbət yüklü ionlar titrəyir və elektron onun ortasından keçməyə çalışır. Çünki elektronu cəzb eləyən qüvvə var, axı sən gətirib bunu akkumulyatora birləşdiribsən. Yəni bu tərəfə bir müsbət qütb deyibsən, bu tərəfə bir mənfi qütb deyibsən. Elektronlar gəldikcə o müsbət yüklü ionlar ki titrəyir, onlar elektrona maneçilik törədir. Bax, metalın elektronun hərəkətinə göstərdiyi əks təsir müqavimətdir. Deməli, bax, buradakı metal elektronun hərəkətinə, yəni elektrona əks təsir göstərir. Yəni, mane olur. Bax, bu müqavimət deməkdir. Hələ müxtəlif mühitlərdə görəsinik ki, temperatur artdıqca bu titrəmə hərəkətinin amplitudu çoxalır və elektron biraz da çətin keçirir, yəni artıq müqavimət artmış olur. Deməli, bizim müqavimət sırf kristal qəfəsin düyün nöqtələrindəki müsbət yüklü ionların sayı ilə bağlı bir şeydir. Yəni, nə qədər çoxdursa, elektron çətin gedir. Nə qədər azdırsa, elektron rahat gedir. Yəni, metalla bağlı olan bir şeydir. Bu belə. İndi nəyə baxırıq? Birinci növbədə dedik ki, müqavimətimiz asılıdır növdən. İndi asılı olan kəmiyyətlərə baxırıq. Növdən asılıdır. Biz növdən asılılığa bir rho deyəsiyik. Rho-nun nə olduğu haqqında ətraflı danışarıq. Buna biz xüsusi müqavimət deyəsiyik. Xüsusi müqavimət. Sonra bayaq mən dedim ki, deməli, müqavimət həm də temperaturdan asılıdır. Bu da elə xüsusi müqavimətin içində gedir düstur olaraq. Müxtəlif mühitlərə aiddir. Xüsusi müqavimət. Sonra görək başqa nədən asılıdır? İkinci asılıdır
en kəsik sahəsindən. En kəsik sahəsi. Baxın, biz bu müsbət yüklü iyonları, burada gördüyümüz kimi 2 dənə müsbət yüklü iyon çəkmişəm. Nisbətən en kəsik sahəsi böyük olan bir metalın içərisinə gətirsəm, yəni en kəsik sahəsini artırsam, artıq görəcəksiniz ki, bu müsbət yüklü iyonların arasındakı məsafə artır. Məsafə artan kimi, bu rəqs hərəkət amplitudunu da çəkək, məsafə artan kimi elektronun keçməsi rahatlaşır. Bax, elektron bu ortadan daha rahat keçə bilir. Deməli, müqavimətimiz sahə artanda azalacaq. Qısası sahə ilə tərs asılıdır. Sahə nə qədər böyükdürsə, elektron rahat keçir və müqavimət az olur. Sonra gəldik 3-cü məsələmiz. 3-cü məsələmiz isə deməli uzunluqdandır, naqilin uzunluğu. Deməli, elektrona maneçilik törədən bu hissə nə qədər uzundursa, müqavimət o qədər çox olacaq. Yəni, elektrona göstərilən toqquşmalar olan hissə nə qədər çoxdursa, deməli, artıq müqavimətimiz də o qədər böyükdür. Ona görə də naqilin müqaviməti uzunluqdan düz mütənasib asılıdır. Gəlin, indi biz müqavimətin asılı olan kəmiyyətlərlə olan düsturunu çıxaraq. Görək, naqilin müqaviməti hansı kəmiyyətlərdən asılı olacaq? Baxaq ona. Aha. R bərabərdir. Rho vurulsun. L bölünsün S. Bax, Rho L böl S kəmiyyəti bizim müqavimətimizin asılı olan kəmiyyətlərlə olan düsturu oldu. Hamısında bir-bir niyəsini dedik. Deməli, biz görürük ki, bizim müqavimətimiz naqilin uzunluğundan düz mütənasib asılıdır. Naqilin en kəsik sahəsindən tərs mütənasib asılıdır. Bu formada bunları dedik getdi. Yaxşı, bəs xüsusi müqavimət nədən asılı olacaq? Bir ona da baxaq, ondan sonra artıq müqavimətin vahidini çıxararıq. Burada bir rho kəmiyyəti yazdıq. Bunun oxunuşu rhodur. Bunun adı xüsusi müqavimətdir. Xüsusi müqavimət. Deməli, adında xüsusi olan ixtiyari kəmiyyəti biz yalnız və yalnız növdən asılı götürəsirik. Ümumiyyətlə, bizim xüsusi müqavimətimiz yalnız növ və temperaturdan asılıdır. Temperaturdan. Başqa heç bir şeydən asılı deyil. Yəni, sən gəlib burada xüsusi müqavimətin, rho-nun, məsələn, I-dən, U-dan, L-dən, S-dən, R-dən asıllığını istəsən, heç birindən asıllığı yoxdur. Məsələn, sənə deyir ki, naqilin en kəsik sahəsini 2 dəfə artırdıqda, onun müqaviməti və xüsusi müqaviməti necə dəyişər? Deyirsən ki, müqavimət S 2 dəfə artanda, müqavimət 2 dəfə azalır, ancaq xüsusi müqavimət dəyişmir. Bax, bunu unutmayaq. Deməli, S-in, L-in, rho-nun nə olur olsun? S-in, L-in, R-in dəyişməyi rho-nu dəyişdirə bilməz. Bunu yaddan çıxarmayın, xüsusi heç vaxt dəyişmir. Belə, bu inanki məsələmiz bitdi. Gəlin, indi biz müqavimətin vahidini çıxaraq görək. Müqavimətin vahidi nədir? Müqavimətin vahidi. Yadımıza salmalıyıq U-nun və I-nin vahidlərini. Çünki R bərabərdir. Biz U bölünsün I yazmışdıq. U-nun vahidini bölməliyəm I-nin vahidinə. Görək nə olacaq. U-nun vahidinə 1 volt deyirik. I-nin vahidinə isə amper deyirik. Buna 1 ohm deyəcəyik. Bax, bu ifadə bizim üçün 1 ohmdur. Ohmu əsas vahidlərlə açmaq da olar ki, 1 ohm bərabərdir. 1 voltu açacam. Voltu hardan açacam? U-nun düsturundan açacam voltu. Biz bilirik ki, A bərabərdir QU-dur. Buradan U-nu tapanda A bölünsün Q olur. Başqa sözlə Joule bölünsün Coulomb olur. Deməli, biz voltun yerinə Joule böl Coulomb yaza bilərik. Burada da amper qalsın yerində. 1 bölünsün. 1 vurulsun. Joule'un yerinə yazıram kiloqram vur metr kvadrat böl saniyə kvadratı. Coulomb-u aşağı düşürəcəm. Yazıram Coulomb vurulsun amper. Yazıram kiloqram vurulsun metr kvadratı bölünsün. Coulomb-u açırıq amper vur saniyə kimi. Bunu da amperə vuranda olur amper kvadratı saniyə.
Buradakı saniye kvadratı da düşür aşağıya. Burada yazdım saniye kvadratını. Və yekun olaraq 1 ohmun əsas vahidlərinin açılışını belə alıram. Kiloqram vurulsun metr kvadratı, bölünsün amper kvadratı saniye kubu. Belə. Deməli, bizim ohmumuz ümumi şəkildə volt bölünsün amperdir. Əsas vahidlərinin açılışı isə bu formada olmuş olacaq. İndi isə gəlin xüsusi müqavimətə baxaq görək. Bəs bizim xüsusi müqavimətimiz vahidi nə olacaq? Xüsusi müqavimətin vahidi. Xüsusi müqavimətin vahidi. Xüsusi müqaviməti R bərabərdir. Rho vurulsun L bölünsün S düsturundan Rho-nu tapanda olur R vur S bölək. Gəlin indi bunun vahidini yazaq. R-in vahidi ohmdur. S-in vahidi metr kvadratı, L-in vahidi metr. Bunların biri ixtisar gedir, qalır 1 ohm vur metr. Bu bizim ümumi açılışımız. Əsas vahidlərlə açılış isə burada ohmun açılışını yazmışdıq. Bunu gətiririk bura və metrə vururuq. Alırıq kiloqram vurulsun metr kubu bölünsün amper kvadratı saniyənin kubu. Bax, bu ifadə bizim üçün olur xüsusi müqavimətin açılışları. Həm əsas vahidlər adından açılış, həm də ümumi şəkildə açılış. Belə, xüsusi müqavimət haqqında danışdıq. Bir də üzərindən keçirik ki, qəti şəkildə xüsusi müqaviməti heç nədən asılı götürmürsünüz. Müqavimət yalnız Rho L bölü S-dən asılıdır. I-dən U-dan heç bir asılılığı yoxdur. Bunlara diqqətli oluruq. Bu belə. Sonra, indi gəlirik uşaqlar, naqilin müqavimətini hansı cihazla tapırıq? Naqilin müqavimətinin tapıldığı cihaz çox sadədir. Çünki vahidlə bağlıdır. Müqaviməti ohm metr adlanan cihazla tapırıq. Ohm metr adlanan cihazla tapırıq. Vəssalam, bitdi, getdi. Və bayaq mən bir məsələni qeyd elədim. Mən dedim ki, o cihazlarda başlanğıcda voltmetr dedim, ampermetr dedim, reostat dedim. Dedim, mən bunlardan axırda danışacağam. Bax, bu çox önəmli məsələlərdən biridir. Ən çox da ampermetr və voltmetr. Başlayaq. Görək bu ampermetr nə olan şeydir? Ampermetr. Bunun nəyi ölçdüyü adının içindən bəllidir. Yəni, amper i-nin, yəni cərəyan şiddətinin vahididir deyə. Deməli, ampermetr bizdə cərəyan şiddətini ölçür. Yaxşı, bəs o cihaz nə olan şeydir? Dövrəyə necə qoşulur? Gəlin, yavaş-yavaş ona baxaq. Deməli, ampermetr dövrəyə hər zaman ardıcıl bağlanır. Yəni, ampermetr niyə ardıcıl bağlanır? İndi göstərəcəm. Burada bir müqavimətimiz var, tutaq ki. Deməli, R müqavimətli bir naqilimiz var. Mən bundan keçən cərəyan şiddətini ölçmək üçün ampermetri bu cür bağlamalıyım. Məsələn, R1-dən keçən cərəyan şiddətini A1 ampermetri ölçürsə, burada bir dənə də naqil varsa, bu R2-dən keçən cərəyan şiddətini bizim üçün A2 ampermetri ölçəcək. Yəni, qısası cərəyan şiddəti dövrəyə hər zaman, cərəyan şiddəti nə idi? Ampermetr dövrəyə hər zaman ardıcıl qoşulur. Bunu unutmayaq. Ardıcıl qoşulur. Belə. Paralel qoşsaq nə olar? Baxın, ideal halda, bura diqqətli olaq, ampermetrin müqaviməti, R ampermetr sıfırdır. Yəni, ideal halda ampermetrin müqaviməti sıfır olur. Müqavimət sıfır olmaq o deməkdir ki, sən gətirib bir naqilə, bax, bu formada bir ampermetri birləşdirsən, belə, paralel formada bir ampermetri birləşdirsən, ampermetrdə qısa qapanma yaranacaq.
Qısa qapanma. Qısa qapanma yaranacaq və ampermetr dövrədə yanacaq, yəni sıradan çıxacaq. Ona görə də ampermetrin üzərinə qeyd olunur ki, qəti şəkildə bunu sən paralel şəkildə birləşdirə bilməzsən. Mümkün deyil paralel birləşdirmək. Paralel birləşmə zamanı avtomatik orada qısa qapanma yaranır və dövrədəki ampermetr sıradan çıxır. İndi qısa qapanmanın nə olduğunu mən vizual olaraq sizə göstərəcəm. Keçirik indi növbəti məsələmiz voltmetrdir. Qoy bunu da deyək, sonra keçəcəm o hissəyə. Voltmetr. Voltmetrdə nəyi ölçdüyü adında bağlıdır. Volt U idi, gərginliyi ölçür. Və voltmetr, yazın bura, gərginliyi ölçür. Gərginliyi ölçür. Voltmetr hər zaman dövrəyə paralel qoşulur. Paralel qoşulur. Baxa görək bunun görünüşü necə olacaq. Deməli, bax, burada bir R1 müqaviməti götürək. Buna bir R1 deyək. Sonra bir dənə burada bir R2 müqaviməti götürək. Sonra R1-dəki gərginliyi V1 voltmetr ölçsün. R2-dəki gərginliyi V2 voltmetr ölçsün. Ümumi gərginliyi V voltmetr ölçsün. Baxın. Bax, burada elə çəkdikcə də qeyd elədim ki, R1-dəki müqaviməti V1 ölçür. V1 voltmetr. R2 müqavimət yox. R1-dəki gərginliyi V1 voltmetr ölçür. R2-dəki gərginliyi V2 voltmetr ölçür. Ümumi dövrədəki gərginliyi V voltmetr ölçür. Gördüyünüz kimi bütün hallarda paralel birləşmə olub. Yəni hamısına paralel birləşdirmişik. Qəti şəkildə ardıcıl birləşdirmək olmaz. Yaxşı, fərz eləyək ki, mən bunu ardıcıl birləşdirdim. Onda nə olur? Bax, bir rezistora, yəni bir müqavimətə gətirib voltmetri ardıcıl birləşdirsəz, dövrədəki cərəyan şiddəti 0 olacaq. Niyə? Çünki ideal halda deməli, voltmetrin müqaviməti sonsuz böyükdür. Müqavimətin sonsuz böyük olmağı nə deməkdir? I bərabərdir U böl R-də kəsrin məxrəci sonsuzluğa yaxınlaşırsa, kəsrin qiyməti 0-a yaxınlaşır. Deməli, çox böyük müqavimətə malik olan bir işlədicini dövrəyə bağlayanda o dövrədən cərəyan kəsilir. Yəni, sanki dövrə açıqmış kimi. Ona görə də voltmetri paralel qoşanda düzdür. Burada cihazın yanması olmur. Yəni, cihaz sıradan çıxmır. Cihaz sıradan çıxmır, sadəcə olaraq dövrədən cərəyan kəsilir. Amma ampermetri paralel qoşsan yuxarı, cihaz sıradan çıxır. Ona görə də qəti şəkildə ampermetri o cür qoşmaq olmaz. Belə, bu oldu bizim voltmetrimiz. İndi isə gələcəm mən biraz reostat haqqında danışacağım. Tətbiqləri təbii ki, testlər üzərində ətraflı göstərəcəm, amma reostatın nə olduğunu bir bilək. Reostat. Reostata biz bayaq dedik ki, müqaviməti dəyişə bilən bir naqildir. Müqaviməti dəyişə bilən naqil. Görək bu müqavimət necə olur ki, dəyişir. Deməli, bax, burada belə bir rezistor çəkək. Bura bir dənə, deməli, belə bir sürgü qoyaq. İndi sürgünü sağa sürüşdürəcəm, bir də sürgünü sola sürüşdürəcəm. Görək nə olur. 1. Sürgü sağa. Sürgü sağa sürüşür. Deməli, sürgü sağa sürüşürsə, çəkdim bunu sağ tərəfə. Baxın, əvvəl buradan elektronlar gəlir və bu boyda hissədən keçib gedirdi. Bu boyda hissədən. İndi sürgünü sağa sürüşdürəndə bu daha böyük hissədən keçib gedir. Qısası, elektronun keçdiyi uzunluq artır. Uzunluğun artması ilə R bərabərdir, rho vurulsun, L bölünsün S-ə görə. L artırsa, avtomatik müqavimət artır. Deməli, buradakı reostatın müqaviməti artacaq. Və müqavimətin artmağı I bərabərdir, U böl R ifadəsinə görə R artırsa, I azalacaq. Deməli, sürgünün sağa sürüşməsi dövrədəki cərəyan şiddətini dəyişdirə bildi. Reostatın gördüyünüz kimi iş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asılı olmasıdır. Bax, iş prinsipi naqilin müqavimətinin onun uzunluğundan asıllığına əsaslanır. Gəlin indi biz bu reostatı
sol tərəfə sürüşdürək. Görək sol tərəfə sürüşdürəndə necə olacaq? Bu formada. İndi yenə tutaq ki, buradan elektron gəlir belə. Əvvəl elektron keçirdi bu qədər yerdən. İndi mən bunu sürüşdürdüm sol tərəfə, bu tərəfə. İndi elektronun keçdiyi yer balacalaşdı. Qısası L azaldı. Deməli, ikinci halda sola sürüşdürdükdə onda uzunluq azalır. R bərabərdir. Rho vurulsun L böləsə görə L azalırsa R azalır. Deməli, müqavimət azalmış olur. Müqavimət azalır. Və müqavimətin azalmağı I bərabərdir U bölü R-də R-in azalmağı I-ni artırır. Belə. Və bir məsələ var. Bəzən uşaqlar bu sağa sürüşmə və sola sürüşmə məsələsini əzbərləyirlər ki, məsələn, sağa sola sürüşəndə tutaq ki, R artır, sola sürüşəndə tutaq ki, R azalır. Bu həmişə ödənməyə bilər. Yəni, necə yəni həmişə ödənməyə bilər? Yəni, şəklin tipindən asılı olaraq bu müxtəlif ola bilər. Misal göstərək. Bax, tutaq ki, ola bilər ki, məsələn, məftil belə bağlanır. Tutaq ki, bu cür. Belədir. Məftil deməyim, naqil deyim. Hər dəfə də buna məftil deyirəm. Deməli, naqilimiz bu cür bağlanıb. Form olaraq reostat bu dəfə belə çəkilib. İndi görək sağa sürüşdürəndə nə olur? Əvvəl elektron keçirdi bu qədər yerdən. İndi bunu sürüşdürürəm sağ tərəfə, indi keçir bu qədər yerdən. Deməli, burada artıq sağa sürüşmə zamanı bu uzunluq, yəni elektronun keçdiyi uzunluq azalır. Çünki elektron bu naqil boyunca hərəkət edir. Buradan gəlir və keçir bu tərəfə. Burada gördük ki, uzunluq artıq azaldı. Amma bayaq sağa gedəndə uzunluq nə eləmişdi? Artmışdı. Və burada da R bərabərdir Rho L bölü S-dən L azalıbsa avtomatik R azalırdı. Yəni ki, bunu sağa gedəndə belə olur, sola gedəndə belə olur deyib əzbərləmək olmaz. Bunu yalnız şəkil tipinə baxıb elektronun keçdiyi hissənin uzunluğu ilə deyəsən. Elektron da bu naqil bağlanan hissə ilə gəlib reostatın içinə keçir. Bax, naqil bağlanan hissə ilə gəlir. Bax, naqil bağlanan hissədən gəlir belə. Reostatın içi ilə keçir belə. Və yaxud da burada da gəlir, buradan içi ilə keçir, gedir belə. Bu qaydada təyin olunacaq. Buradan da elektron gəldi, burayla naqil bağlanan hissə ilə getdi belə. Reostat bu qədər. Deməli, reostatda müqavimət dəyişə bilir. Müqavimətin də dəyişmə səbəbi reostatın uzunluğunun dəyişməsidir. Yəni, müqaviməti dəyişə bilən naqildir bizim reostatımız. Uzunluğun dəyişməsi hesabına. Demək olar ki, burada deyiləsi daha elə bir şey qalmadı. İndi biz testlər üzərində baxaq, görək bunların testləri necə olacaq. Elə bir çətin mövzu deyil, sadəcə bu bölməyə girişdir deyə biraz nəzər məlumatı çoxdur. İndi testlər üzərində digər izahları da yavaş-yavaş deyəsiyik, görək necə olur. Gəldik bura. Birinci məsələmizə baxaq. Deməli, birinci məsələmizdə nə deyir? Deyir ki, hansı nöqtəsində elektrik sahəsinin potensialı ən böyükdür? Mən bayaq dedim ki, cərəyanın istiqaməti, yəni bu istiqamət bizə fiinin azaldığı istiqaməti göstərir. Deməli, fiisi ən böyük olan nöqtə bir nöqtəsidir ki, cərəyan 1-dən başlayır, bu formada axa-axa gedir. Deməli, fi 1 böyükdür fi 2-dən, böyükdür fi 3-dən, o da böyükdür fi 4-dən. Naqilin müqaviməti hansı ifadə ilə təyin olunur? Biz buna Rho L bölü S dedik. Gəldik bura. Gərginliyi, bax, gərginliyi ölçmək üçün voltmetr hansı halda dövrəyə düzgün qoşulub? Gərginliyi ölçməkdən ötürü biz voltmetri dövrəyə paralel qoşmalıyıq. Bax, bu ardıcıldır, bu da ardıcıldır. Bax, bu paralel qoşulub, amma burada lampa yoxdur da. Lampa buradadır. Bu lampaya paralel olmalıydı. Bu da yanlışdır. Bu da yanlışdır. Doğru cavabın A variantıdır ki, lampaya paralel qoşulub. Keçdik növbəti məsələmiz 7. Elektrik cərəyanı nəyə deyilir? Deyir ki, yüklü zərrəciklərin istiqamətlənmiş hərəkətinə. Bəli, yüklü zərrəcik istiqamətlənmiş nizamlı hərəkət eləyirsə, bu bizim üçün elektrik cərəyanıdır. 9. Baxın, verilmiş materialdan, yəni bu verilmiş material demək istəyir ki, bunun xüsusi müqaviməti sabitdir.
Rho L-dən necə asılıdır? Deməli, R-imiz Rho L bölü S idi və L-dən asılılığımız gördüyünüz kimi düz mütənasibdir. Keçdik 11-ə. Uşaqlar, bu 11-in sxematik görünüşünü mən hazırlamışam. İndi bir dənə ona baxaq bir dənə o məsələyə. Görək burada deməli bağlanma. Mən indi burada elektrik zənginin yerinə də bir dənə bizdə lampa qoymuşam. Birinci bunun üzərində göstərim, sonra keçim o bir digər tərəfdən göstərim sizə bunu. Bax, bura müsbətdir, bura mənfidir. Deməli, cərəyan müsbətdən gəldi. Bizə deyir ki, zəng çalsın, lampa yanmasın. Bax, buradan əgər mən bir açarını bağlasam, cərəyan buradan gələcək və lampa işıqlanacaq. Bax, biri bağlasam, bu birinci lampa işıqlanacaq. Sonra cərəyan gəlir bu formada belə. Əgər mən 2 açarını bağlasam, yenə cərəyan buradan gələcək, həm lampa işıqlanacaq, həm də zəng çalacaq. 3 açarını bağladıqda isə buradan cərəyan gəlir bu formada. Belə, artıq lampa burada işıqlanmır. Lampada qısa qapanma baş verir. Bir dənə də silirəm, yenidən izah edirəm. Əminəm ki, qısa qapanma sözü nədir belə beyninizdə qalıb bu dəqiqə qısa qapanma deyəndə nə başa düşülür deyə. Müsbət, mənfi. Deməli, zəng çalmağını istəyirəmsə, bu dövrə, zəng olan dövrə bağlı olmalıdır. Məsələn, mən bu 2-ni bağlasam, cərəyan burayla gələcək, lampa da işıqlanasıdır. Ona görə də mənə şərtdə deyib lampa yanmasın. Lampa yanmasın deyir deyə mən bu 2-ni açıq saxlamalıyam. Cərəyanı buradan gətirməliyəm. 3-ü bağladım. Gəldi bu formada. Deməli, mən təkcə 3-ü bağlasam, zəng çalacaq, amma lampa işıqlanası deyil. 1 ilə 2 açıq qalmalıdır. Baxın, indi bu birisinə baxaq. Lampa yansın, zəng çalmasın. Zəngin çalmamağından ötürü buradan gələn cərəyan nə belə getməməlidir, nə belə getməməlidir. 3 də açıq qalmalıdır, 2 də açıq qalmalıdır. Bunlara bağlamaq olmaz. Bağlasaq dövrə tamamlanacaq. Lampanın işıqlanmaq üçün bu açarı bağlamalıyam. Deməli, cərəyan buradan gələ bilər. 1-i bağlasam yetər ki, lampa işıqlansın, zəng çalmasın. Sonra növbəti bir məsələ, buna da baxım, sonra onu testlər üzərində göstərim. Deyir ki, test yox, nümunə üzərində. 1 və 3 açarlarını bağlasaq. Gəlin 1-i bağlayaq, buradan da 3-ü bağlayaq. Görək nə olacaq. Baxın, müsbətdən cərəyan gəlir. Buradan cərəyan gəldi. Keçir bu budağa, burayla gəldi. Bu dövrə bağlıdır. Deməli, 3 işıqlandı, 4 işıqlandı. Çünki bu 1-i bağlamışdım. Sonra gəldi buradan bura. Görür ki, bura açıqdır. Bura açıqdırsa artıq bunlarda işıqlanma ola bilməz. Bunlar getdi. Deməli, 1 ilə 3-ü bağlasan, avtomatik təkcə 3 lampası ilə 4 lampası işıqlanacaq. Başqa heç bir işıqlanası deyil. Belə. Bunlar artıq o qədər də problemli deyil. 15-ə də baxaq. 1 və 2 açarlarını bağlasaq. Deməli, 1-i də bağlayıram, 2-ni də bağlayıram. Bax, müsbətdən cərəyan gəldi. Keçdi bura, bu dövrə bağlıdır. Deməli, 2 işıqlandı, 1 işıqlandı. Yuxarı qalxıram, buradan keçdim. Keçdim bu budağa. Bura açıqdır. Bu lampa işıqlanmır. Keçdim aşağı budağa. Bura bağlıdır. Bəli. Deməli, 2, 1, bir də 3 işıqlanacaq. 1, 2, 3. C variantı doğru cavabdır. Gəlin indi buna baxaq. Görək bu necə olur. Bura. Deməli, uşaqlar, bu bayaqki məsələdir bu. Bayaq testdə göstərdiyimiz məsələdir. Sadəcə burada aşağıdakı bu lampanın yerində elektrik zəngi durub orada. Burada dedi ki, bizə lampa işıqlansın, zəng çalsın, məsələn, lampa işıqlanmasın dedi bizə. Gəl yoxlayaq görək necə olur. Deməli, bax. Birinci elektronla yox, cərəyanla göstərək, sonra elektronla göstərək. Məsələn, bunu bağladım. Baxın, bayaq mən göstərdim ki, əgər bu açarı bağlayıramsa, yuxarı budaqda dövrə tamamlanır, lampa işıqlanır, amma zəng çalmır. İndi bunu qaytaraq açaq gəlin. Bunu açdıq. İndi gəlin, bunu bağlayaq, bu açarı. Baxın, bu açarı bağlayanda ortadakı lampadakı dövrələr bağlı deyil. Bax, burada 2 dənə açar açıqdır. Artıq kənarla keçir cərəyan. Burada elektrik zəngi dururdu bunun yerində. Yəni, elektrik zəngi çalır, amma digərləri lampa işıqlanmır da. O testdə cavab elə idi. İndi yaxşı.
Gəl neyniyək? Gəl biz bunu bağlayaq. Bax görürsən, bunu bağladıqda artıq dövrədən hər iki lampa yanmaq şərti ilə cərəyan keçir. İndi bax çox önəmli məsələlərdən biri də nədir? Önəmli məsələlərdən biri, bax gəlin indi bunu da açaq. Bunu da bağladım. Bax bunu da bağladığım halda artıq aşağı dövrədən cərəyan keçməyəcək. Aşağıdakı lampa qısa qapanacaq. İndi mən qısa qapanmanı biraz da ətraflı şəkildə izah edəcəm. İndi baxın. Bax indi bunu da bağlayıram. Bunu da bağlayıram. Baxın indi nə olacaq? Baxın, dövrədə qısa qapanma baş verdi. Mənbəyə fikir verin, mənbə yandı. Yəni artıq bu məftillər elə bağlanıb ki, gördüyünüz kimi, baxın necə böyük cərəyan şiddəti yarandı. Müqavimət düşdü sıfıra. Yəni hər hansı bir naqilin üzərində müqaviməti böyük olan bir işlədici yoxdursa, məsələn lampa yoxdursa, rezistoru yoxdursa, reostat yoxdursa, heç bir şey yoxdursa, sırf naqildən ibarətsə, burada qısa qapanma yaranır. Və qısa qapanma zamanı I bərabərdir U böl R-də məxrəcdəki R sıfıra yaxınlaşır deyə cərəyan şiddəti kəskin artır. Və bu kəskin artım bizdə gətirir, bax elektronların hərəkətində göstərdik, dövrədəki cərəyan mənbəyini sıradan çıxarır. Gəlin indi bunu açaq. Deməli, qəti şəkildə ümumi sistemə qısa qapanma vermək olmaz. Məsələn, evlərdə yanğınlar olur. Bunun olma səbəbi, bax, bu indi göstərdiyimiz bu haldır. Naqilin üstündə heç bir işlədici yoxdur və heç bir işlədicinin olmamağı avtomatik olaraq dövrədə qısa qapanma yaradır. Bu belə, bu birinci hal. Keçək növbəti məsələmizə. Baxın, bayaqki ikinci bir halda belə bir sxem var orada və mən bunu yığdım. İndi gəlin baxaq görək, orada açarları bir-bir açmaq, bağlamaq söhbəti var ki, neçənci açarı açıram, neçənci açarı bağlayıram. Birinci bunu bağlayaq. Bunu bağladıqda, gəlin istəyirsiniz cərəyana keçək. Görürük ki, aşağıdakı budaq bağlıdırsa, artıq yuxarıdakı budaqlarla işimiz yoxdur. Yəni, yuxarı budaqlardan cərəyan keçmir. Testlərdən birində bir də buradakı deməli açarı bağlamışdı. Görürsünüz, bu yuxarıdakı açarın bağlı olmağının və ya açıq olmağının məsələyə heç bir dəxlisi yoxdur. Niyə? Çünki bax, yuxarıda burada verilən açar açıqdır. Yəni, bu açar açıqdırsa, artıq yuxarıdakı açarı açıb bağlamağın məsələyə heç bir dəxlisi yoxdur. Bunu açdım. Növbəti testdə isə belə deyir. Deyir ki, bu açarı bağla, bir də ki, bu açarı bağla. Gördüyünüz kimi, artıq bu iki dənə açarı bağlayanda dövrədəki 3 dənə lampa işıqlanır, lap yuxarıdakı lampa isə işıqlanmır, açıq qalır, yəni dövrədən kənarlaşır. Bax, bu formada sxematik görünüşlə də biz o məsələləri görə bilərik, müşahidə edə bilərik. Yaxşı, bax, bu bizim voltmetrimizdir. Məsələn, mən voltmetrlə gərginliyi ölçmək istəsəm, mən bunu bu naqilə paralel şəkildə qoşuram. Bax, görürsünüz, birini bu tərəfinə qoyuram, birini bu tərəfinə və 3 voltu əldə edirəm. Amma buradakı ampermetrin elə sıxaclarından görürsünüz ki, siz bunu heç bir halda dövrəyə paralel qoşa bilməzsiniz. Yəni, siz bunu mütləq dövrəyə ardıcıl qoşmalısınız. Bunu yaddan çıxarmayaq. Yəni, sən ampermetri mütləq gətirib bu cür qoşmalısan. Fərqli qoşa bilməzsən. Görürsünüz, artıq ampermetr 1,8 amperlik cərəyan şiddətini ölçdü. Amma voltmetri dövrəyə paralel qoşdum və lampada 9 voltluq gərginliyin olduğunu ölçdü. Ampermetr dövrəyə ardıcıl, voltmetr isə dövrəyə mütləq paralel birləşdirilməlidir. Belə, artıq digər testlərə baxa bilərik. Müəyyən qədər izah eləməyə çalışdıq bu cərəyan məsələsini. Məsələn, 15-ci test mən ən sonuncu vizual göstərdiyim məsələ idi ki, buradakı açarla buradakı açarı bağlayanda bir dənə L4 sıradan çıxdı. Qalan hamısından cərəyan keçmiş oldu. 17. Görək nə deyir bizim üçün? Deyir ki, dövrədəki ampermetr nəyi ölçür? Təbii ki, ampermetr cərəyan şiddətini ölçən bir qurğu idi. 19. Voltmetrin şkalasının qiyməti deyir nəyə bərabərdir? Şkala dedikdə bir ən xırda bölgü nəzərdə tutulur. 1, 2, 3, 4, 5. 5 bölgü 50-yə bölünüb. Onda 50 bölünsün 5 bərabərdir 1 olacaq. 1 nə idi? 10 olacaq. Əgər bizdən indi xəta istəmir, istəsəydi xəta da 1 bölgünün yarısıdır. Yəni 10 bölü 2, 5 olacaqdır. Təbii ki, bunu indi istəmir bizdən. 21. Diqqətli oluruq bu testdə.
Bizdən müqavimət soruşur. Cərəyan şiddətini 2 dəfə artırıb uzunluğunu 2 dəfə azaltsaq. Yazıram rho bərabərdir. Yox, rho yox. R bərabərdir. Rho vurulsun L bölünsün S. Bu bizim asılı kəmiyyətlərin olan düsturumuzdur. Görürsünüz ki, burada şiddət yoxdur. Bunu atdıq kənara. Uzunluğu təkcə 2 dəfə azaldan kimi müqavimətim 2 dəfə azalacaq. Salam, A variantı doğrudur. Yəni, cərəyan şiddətinin dəyişməyinin R-ə dəxlisi yoxdur. Keçdi 23-ə. Mis naqilin en kəsiyinin sahəsini artırdıqda onun xüsusi müqaviməti və müqaviməti necə dəyişir? Avtomatik xüsusiyə dəyişməz deyirsən. Bunu qoydun kənara. Müqavimətə isə R bərabərdir. Rho vurulsun L bölü S-ə görə S-in qiyməti artıbsa R azalacaq. Xüsusi dəyişmir. Yalnız növ və temperaturdan asılıdır. 25. Dövrə hissəsinin müqaviməti 3 dəfə artdıqda həmin hissədə cərəyan şiddəti necə dəyişir? Deyirsən, I bərabərdir U böl R. R 3 dəfə artırsa, I 3 dəfə azalmalıdır. Vəssalam. 27. Verilmiş materialdan hazır. Bu verilmiş material sözünün mənası rho bərabərdir konstant deməkdir. Naqilin en kəsiyinin sahəsini 4 dəfə azaltdıqda, S-i 4 dəfə azaltdıqda naqilin müqaviməti necə dəyişər? Yazırsan R bərabərdir. Rho vurulsun L bölünsün S. Deməli, S-i mən 4 dəfə azaldıramsa, R avtomatik 4 dəfə artmalıdır. 4 dəfə artar C variantı. 29. Verilmiş materialdan hazırlanmış naqilin en kəsiyinin sahəsini 4 dəfə azaldanda naqilin xüsusi müqaviməti necə dəyişir? Baxın, buraya yazılıb xüsusi müqavimət. Sahənin də dəxlisi yoxdur, uzunluğun da dəxlisi yoxdur. Qısası, növ və temperaturdan başqa heç nəyin dəxlisi yoxdur. Keçdik növbəti məsələmizə. 31-ci ifadə. Xətanı hesablayın. Biz bilirik ki, xəta bərabərdir 1 bölgü böl 2. Baxın, 1 bölgü nədir? Bax, burada 1, 2, 3, 4, 4 yerə bölünüb. Onda yazıram 1 bölgü bərabərdir 2 bölünsün 4. Yəni, bura bütöv 2-dir. 4 yerə bölünüb. 0,5. Və mən 0,5-i də 2-yə böləcəm. Olacaq 0,25 milliamper. Deməli, 0,25 milliamperlik bir xəta olmuş olacaq. 33. Açarın şərt işarəsi açar 4-dür. Bu getdi. 35. Gərginlik düşküsü, yəni U bərabərdir 4 voltdur. T bərabərdir 2 dəqiqədir. Yəni 120 saniyədir. Sonra Q bərabərdir 15 kulondur. Naqili müqaviməti R-i axtarıram. Mən cərəyan şiddətini 2 dənə düsturunu bilirəm. Biri Q böl T-dir, biri isə U böl R-dir. Yəni, bunları bərabərləşdirib cavab tapa bilərəm. 15 böl 120 bərabərdir 4 böl R. Buradan R bərabər olur 4 vur 120 böl 15. Bunun riyaziyyatını həll eləmək lazımdır. Deməli, bunu 3-ə ixtisar eləsəm, burada qalacaq 40. Burada 5. Bunları da ixtisar eləsəm, burada qalacaq 8. 8 dənə 4-üm, 32, 10. B variantı doğrudur. İ'nin 2 dənə düsturunu bir-birinə bərabər etdik. Keçdik 37-ci ifadəyə. Biz dedik ki, İ'nin T'dən asılılıq qrafikində fiqurun sahəsi bizə yükü verir. Deməli, Q bərabərdir sahə, o da bərabərdir. Trapesiya olduğu üçün böyük oturacaq 8 plus balaca oturacaq 5 böl 2. Vur hündürlüyümüz isə 0,4 vur 0,4. Yəni 0,4 vurulsun. Deməli 8-in üstünə 5 gəlir 13 böl 2. Bunları ixtisar elədim 0,2. 2,6. B variantı doğrudur. Qısası fiqurun sahəsini tapırıq. Məsələmiz yekunlaşır. Keçdik 39-cu ifadəyə. Newton metr böl amper kvadratı vur saniyə nəyi göstərir bizdən ötürü? Buna baxırıq. Deməli, Newton vurulsun metrin yerinə nə yaza bilərik? Newton vur metrin yerinə yaza bilərik deyəm joule. Amper kvadratı saniyə yerinə də yaza bilərəm. I kvadratı vur T. Əslində bu digər başlığa aiddir.
Deməli, naqildən ayrılan istilik miqdarının belə bir ifadəsi var. Joule-un yerinə də mən Q yaza bilərəm, I yaza bilərəm, A yazım, buna iş yazım. Elektrik sahəsinin işi. Elektrik sahəsinin işinin belə bir ifadəsi var. I kvadratı RT. Burada yazıram I kvadratı RT, yəni Joule-un yerinə. Aşağıda da I kvadratı T var. Bunlar ixtisar gedir, bir dənə yer qalır. Yəni bizim üçün əsas cavabımız oldu ohm. Yəni müqavimət. Yaxşı, deyə bilərsiniz ki, bəs mən bu I kvadrat RT-ni bilmirəm də, necə eləyim? Onda isə Newtonu açmalısan. Newtonu kiloqram vurulsun, metr böl saniyə kvadratı kimi açırsan. Bunu da vurursan metrə, bölürsən amper kvadrat vur saniyəyə. Bunu da belə bir ifadəsini alırsan. Kiloqram vurulsun metr kvadratı, bölünsün amper kvadratı saniyə kubu. Bu ifadə. Bunu əzbər bilmək olmur. Yəni bu baxan kimi əzbər yadda qalmır. Amma məsələn, yükü çıxa bilərsən buradan, bilirsən ki, bu kulomdur da, amper saniyədir. Tutumu bilirik, gərginliyin bilirik, intensivliyi bilirik ki, buna aid bir şey deyil. Burada bir dənə fərqli kəmiyyətimiz müqavimətdir. Çıxmalar, yəni variantları, cavab variantlarını çıxaraq da bunu əldə edə bilərsən. Amma onsuz da bundan sonraki başlıqda biz I kvadrat RT-ni deyəsiyik. Görən kimi Joule-un yerinə I kvadratı RT, aşağıya da I kvadratı T. Bir dənə bizdən ötürü R qalır. Farad vurulsun, volt bölünsün, saniyə ilə hansı ifadə təyin olunur? Bax, belə yazırıq. Saniyə yerinə yazacağım T, faradın yerinə S, voltun yerinə U. Bilirik ki, SU bizə Q-ni verir. Q böl T də bilirik bizim üçün I-ni verir. I-miz də cərəyan şiddətidir. B variantıdır. Xüsusi müqavimətin vahidi metr kubu ilə olan açılışdır. Bu birbaşa yazdım bura. Açılışın bayaq ətraflı qeyd eləmişdim. Ona görə üzərində çox dayanmıram. Gəldik 45-ə. Deyir ki, R1 müqavimətindəki cərəyan şiddətini hesablayın. Bura bir dənə kondensator qoyub. Biz bilirik ki, kondensatorun lövhələrinin arasında dielektrik olur. Dielektrik, elektrik cərəyanını keçirməyən maddələrdir. Məsələn, hava və yaxud da saf su və yaxud da şüşə. Yəni, dövrənin qollarından hər hansısa birində kondensatorun olmağı həmən dövrənin açıq olmağı anlamına gəlir. Yəni, orada cərəyan yoxdur. 0. Keçdik 47-yə. R-lər nisbətini soruşur. Biz bilirik ki, R bərabərdir. Deməli, I bərabərdir U böl R-dən R-i tapanda U böl I olur. Yəni, U1 böl I1. Burada yazırıq U2 bölünsün I2. Yəni, yuxarı hissədə birinci üçün yazsaq 100 böl 4. Yəni 25. Bu birisində isə 200 böl 4. Aha, bir dəqiqə. 200 böl 4. Düz yazıram da. Deməli, 100-ü böldüm 4-ə 25. 200-ü böldüm 4-ə 50. Cavab deyir 2-də 1. Aha, doğru oldu. Keçdik 49-a. Deyir ki, cərəyan şiddətinin vahid zamanda naqilin ən kəsiyindən keçən elektronların sayından asılılığı nədir? Biz bilirik ki, I bərabərdir Q böl T-dir. Başqa sözlə N-Y böl T-dir. Və N-dən asıllığımız da düz mütənasib olmuş olacaq. Keçdik 51-ə. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Müqavimət və xüsusi müqavimət. R və Rho-dan danışırıq. Naqilin ən kəsiyinin sahəsindən asılıdır. Asılıdır deyirsə müqavimət. Aslı deyil uzunluqdan xüsusi müqavimət. Naqilin materialının növündən asılıdır. Materialdan asılı olan hər ikisidir. Ona görə də 3. Naqilin temperaturundan hər ikisi asılıdır. 4. Naqilin uclarındakı gərginliyin ondan keçən cərəyan şiddətinə nisbətinə bərabərdir. Deyir, U böl I-dir. Təbii ki, U böl I R-dir. Ona görə də 5 yazırıq bura. Keçdik növbəti məsələmizə. 53. Bayaq mən dedim ki, cərəyan həmişə potensialın azalması, yəni F-nin azalması istiqamətində yönəlir. Birinci test də buna aid idi və bu test tipi də var bizdən ötürü. Görürsünüz ki, cərəyan istiqamətləri sizə göstərilir. Başqa sözlə bu istiqamət F azalan istiqamətdir. Azalan istiqamət. Yəni demək istəyir ki, F1 F3-dən çoxdur. Və demək istəyir F1 həm də F2-dən çoxdur.
Və burada da göstərib ki, fi 3 də fi 2-dən çoxdur. Müqayisəyə geçsək 1 böyükdür, 3 böyükdür, 2 şərti doğru olacaq. Keçdik növbəti məsələmizə. 55. Amper saniyə kvadratı farad vurulsun ohm ifadəsi nədir? Deməli, i vurulsun t kvadratı. Aşağıda farad yazıram. S vurulsun R. Baxın, S'ni buraya yazıram. I vurulsun T kvadratı. S'nin yerinə, faradın yerinə Q bölünsün U yaza bilərəm. S bərabərdir. Q bölünsün U. Yazıram Q bölünsün U. U da qalxır yuxarı. Burada yazıram R. Sonra başqa nə yaza bilərəm bunun yerinə? Deməli, U-nun yerinə IR yazsam, Q-nun yerinə I vur T yazsam, yazıram. U vurulsun, T vurulsun, T kvadratı vurulsun I. Aşağıda yazıram, Q-nun yerinə itdir. I vur T, vur R. Artıq yavaş-yavaş ixtisarlarım başlayır. Bax, I ilə bu I gedir. T ilə T-nin biri gedir. Alıram, U vur T böl R. Yaxşı. Baxım görüm mən başqa nəyi nə ilə əvəz eləyə bilərəm. Mən bilirəm ki, dövrə hissəsi üçün ohm qanunu I bərabərdir. U böl R-dir. Buradan U-nu tapanda IR olur. Gözəl. Deməli, mən U-nun yerinə IR yazsam, yazıram IR vur T böl R. R-lər gedir, qalır it. Mən itə nə demişdim? Yük demişdim. Deməli, cavabımız elektrik yükü olmuş olacaq. Bir də üzərindən keçək istəyirsinizsə. Deməli, amper cərəyan şiddətinin vahididir. Saniyə zamanın vahididir, üstünə kvadrat qoyuram. Farad, deməli, tutumun vahididir. Ohm, müqavimətin vahididir. Gətirib yerinə qoyduq da, yavaş-yavaş bildiyimiz ifadələri düzə gedirik. S-nin yerinə Q bölü U qoyuruq. U qalxdı yuxarı. Sonra U-nun yerinə IR qoyduq. İxtisarlarımızı elədik. İt qaldı. İt də bizdən ötürü yükdür. Keçdik 57. Gərginlik deyir ki, 100 voltdan 300 volta qədər artdıqda müqavimət necə dəyişir? Birinci halda gəlin istəyirsiniz buranı tapaq. 1 deyək. R1 bərabərdir. R bərabərdir. U böl I-yə əsasən, yəni 100 böl 0,2. 10.000, 5.000. Sonra keçdik ikinci hissəyə. 2. R2 bərabərdir. 300 bölünsün 0,1. Bu da eləyir. Kəsr xəttinə ehtiyac yox idi. 30.000. Görürəm ki, müqavimət 6 dəfə artıb. Cavab Y variantı doğrudur. Keçdik 59-a. Buna çox diqqətli oluruq. Bu önəmli bir məsələdir. Bunu əslində MKN, yəni molekulyar kinetik nəzəriyyədə bu tipli məsələlər var. Burada da indi baxasıyıq, məsələmiz nədən ibarətdir. Biz bilirik ki, I bərabərdir, U böl R-dir və mən buradan U-nu tapsam, I vurulsun R olar. I vurulsun R olacaq. Yəni, U mütənasibdir IR şərtini verə bilərəm. U mütənasibdir IR. Biz orada nə demişdik? PV mütənasibdir T demişdik. Bu da eyni tiplidir. Baxırıq yavaş-yavaş araşdırmağa. Deməli, bax, burada 1-2 hissəsini araşdıraq. Buradan araşdıraq. 1-2 hissəsi. 1-2 hissəsində görürsən ki, I U-dan düz asılıdır. U ilə I nə vaxt düz asılı olur? R sabit olduqda. Deyirsən, R bərabərdir konstant. 1-2-də R sabit. I artır və U artır. Gəlin cavab variantlarından seçək. Məsələn, B variantına uyğun gəlir. Görürsünüz, R-ə perpendikulyardır və I-də artır. A-ya da uyğun gəlir. Bax, C-yə uyğun gəlmir. Çünki I azalıb. Bunu atdıq. D-yə də uyğun gəlmir. I perpendikulyardır. R-ə perpendikulyar olmalıdır. Bu yanlışdır. Y-yə də uyğun gəlmir. Bu da tamamən yanlışdır. Deməli, belə getdik. C-ni atdıq, Y-ni atdıq, D-ni atdıq. 2 dənəsinə fokuslanırıq. Gəldik 2-3-ə. 2-3 hissəsi. Görürsünüz, 2-3 hissəsi I oxuna perpendikulyardır. Bu o deməkdir ki, burada I bərabərdir konstant. İ'miz sabitdir və U artıb. Görürsünüz ki, U'muz artıb. Və İ'miz sabit, U artıbsa, deməli müqavimət də artıb. Burada R də artıb. İndi gəlin cavab variantına keçid eləyək. Baxın B variantına. 1-2 hissəsində R sabit,
i artdı. Doğrudur. 2-3 hissəsində i sabit, r artdı. Bu da doğrudur. Cavab B variantı olacaq. Bunlar da eyni tiplidir. Demək olar ki, hamısı. Bir neçə dənə testiniz qalıb onsuz da. Gəlin buna da baxaq. Yenə də eyni münasibəti yazırıq. Yazırıq i bərabərdir u bölü r-dən. U bərabərdir i r olur. Qısası u mütənasibdir i r yazırıq. 1-2 hissəsini araşdırırıq. 1-2 hissəsində i-yə perpendikulyardır deyə yazıram. I bərabərdir konstant. I konstant olarsa u-muz r-dən düz asılıdır. U r-dən düz asılıdır. Bu aşağıdakı ifadəyə əsasən. U r-dən düz asılı olan görək hansı məsələmiz var. Və bir şey bilirik ki, r artır. Təbii ki, r artırsa u da artacaq. A deyil. B ola bilər. D də deyil. Düz asılılıq yoxdur. C-də, Y-də cavab A, B variantı çıxır. Deməli, gördüyünüz kimi r ilə u artdı. Gəlin 2-3 hissəsində araşdıraq da tam dəqiq olsun. 2-3 hissəsində i r-dən tərs asılıdır. Deməli, i-mizin r-dən tərs asılığı olması üçün u mütənasibdir i r yazmışıq. i r-dən tərs asılı olmaq üçün u sabit olmalıdır. Deməli, gərginlik sabit və burada görürük ki, u oxuna perpendikulyar xəttdir. Cavab B variantı doğrudur. Keçdik 63-cü ifadəyə. Bu da eyni tiplidir. Yenə u mütənasibdir i r yazırıq. 1-2 hissəsinə baxırıq. 1-2 hissəsində görürsən ki, i ilə o düz asılıdır. Bu o deməkdir ki, r sabit olub. R sabitsə və u da artıb, i də artıb. Yəni i də artıb, u da artıb. R-imiz sabit, u-nun artdığı bax D variantında var. Başqa A variantında da var. Deməli, digər variantlar Y-də də var. Deməli, C-ni və B-ni sildik. Keçirik 2-3 hissəsinə. 2-3 hissəsi. Görürsən ki, 2-3 hissəsində i-miz sabitdir. I konstantdır. I bərabərdir konstant. I sabitdir və i-miz sabitdirsə u r-dən düz asılı olacaq. Gördüyünüz kimi u azalıb. U azalıbsa r də azalıb. Düz asılı olub hər ikisinin azaldığı variant D variantında olmuş olacaq. Bu da belə. 65 və bu sonuncu ifadəmizdir bu başlıqda. Hansı ifadələrdir? Doğrudur. Metal naqili 2 dəfə uzun olan, yəni deyir ki, eli 2 dəfə artır. Digər eyni materialdan, yəni deyir ki, rho sabit. Naqillə əvəz etdikdə S bərabər konstant. Birinci R yazaq. R bərabərdir rho L böl S. L 2 dəfə artırsa R 2 dəfə artır. Naqilin müqaviməti 2 dəfə artar. 1 doğru. 2 yanlış. 3-ü də atdıq. Xüsusi müqavimət dəyişən bir şey deyil. Cavabın 1-6 doğrudur. Belə. Bu qədər. Bu başlığı bitirdik. Növbəti mövzumuzda artıq sabit cərəyanın işi gücü və Joule-Lenz qanunundan danışacağıq.